Salam əziz izləyicilər, əziz idman həvəskarları. Bildiyiniz kimi Bakıda dünya çempionatı vardı, ona hazırlaşırdıq. Fuat sağ-sol ikinci yerə çıxdı, eybi yox. Bu da medallardır Fuat'ın. İnşallah Fuat gələn Avropada var, dünyada var, hər il olur bu. İnşallah söz verir ki, mənim əlimdən gələn çalışıram ki, gələnin 4 dənə qızıl inşallah Azərbaycana gətirəcək. Dünya çempionatıdır, mən özüm də uduzdum. Orada bəzi səbəblər var. Çünki orada hakimlər hamısı ingilis dilində danışır, başa düşmürük. O da bizim bir dərs oldu ki, indi onun üstündə işləyəcək. İngilis dilini öyrənməli uşaqlar, ingilis dilində hakim tutuşları, hakim startları hamısı inşallah o da bizim için bir ders oldu. O da çok önemli bir şeydi. İndi onların üstündə inşallah gelen maçlarda büyüğünden olabilir başlayacak. İnşallah uşaqlar sizin için de arzu edirəm ki, siz de bu medallardan kazanasınız.